Queenstown şəhərindəyik. Buranın əhalisi 10.000 nəfər təşkil edir. Baxmayaraq ki, kiçik şəhərdir, amma çox məşhurdur və turistlər bu şəhəri çox sevir. Yayda temperatur 30 dərəcəyə qədər yüksəlir, hava isti olur, qışı isə sərtdir. İndi Bakıda müqayisə üçün deyim ki, temperatur müsbət 25-28 dərəcədir. Burada isə hava gördüyünüz kimi soyuqdur, amma buna baxmayaraq biz özümüzü burada Queenstown şəhərində çox yaxşı hiss edirik. Bu şəhərin özünə məxsusluğu məhz Wakatipu gölü ilə bağlıdır. Bu göl çox gözəldir, xüsusi ab-hava yaradır, Z hərflidir və Yeni Zelandiyanın ən məşhur göllərindən biridir. Şəhərdə yenicə gəzişməyə başlayırdıq ki, paraşütdən tullanan gənc əsl sürpriz oldu. Onda anladım ki, bu şəhərdə darıxmayacağıq. Queenstown şəhərinin düz mərkəzindəyik. Bu isə William Rees'dir. Məhz o bu şəhərin əsasını qoyub. 1827-ci ildə dünyaya göz açıb, 1898-ci ildə dünyasını dəyişib. Bu şəhər məhz bu kişinin adı ilə bağlıdır. Bu cavan oğlan mütləq buradan keçməlidir. Queenstown telefon əlindədir, deyəsən Azərbaycandan. Queenstown şəhəri Yeni Zelandiyanın ən məşhur kurort şəhərlərindən biridir. Bura həqiqətən çox gözəldir, fərqlidir və burada insan sanki rahatlıq tapır. Sinir sistemi dincəlir və insan özünü çox yaxşı hiss edir. Bu mənzərə məni uşaqlıq illərimə apardı. Düzdür, bizim heç vaxt belə meydançamız olmayıb, amma musiqi sədaları altında əylənən bu uşaqları görəndə yenidən dönüb uşaq olmaq istədim. Hər şey bir yana, buradakı insanların psixologiyası da fərqlidir. Gördüyünüz bu uşaqlara valideynləri maksimum sərbəstlik verməyə çalışır. Bəli, meşələr isə burada sırf divar kağızlarını xatırladır. Foto aboy. Bir şeyə daha əmin oldum. Love Story nəinki Azərbaycanda, hətta okeanın bu tayında da dəbdədir. Burada şəhərin qonaqlarını qayıqla gəzdirmə ənənəsi 70-ci illərdən formalaşıb. Zaman müasirləşdikcə qayıqlar da müasirləşib. İndi burada jet adlanan sürətli qayığa minən turistlər adrenalin dolu dəqiqələr yaşayır. Biz indi super sürətli qayıqlarda jet adlandırılır. Biraz gəzintiyə çıxacağıq. Düşünürəm ki, ürəyimizcə olacaq. Hər halda birazdan təəssüratlarla bölüşəcəm sizinlə. Onu da bilin ki, bu qayıqlar dərinlik suda əgər cəmi 10 sm-dirsə, bu bəs edir ki, həmin sürətli qayıqlar rahat tərzdə hərəkət edə bilsinlər. Hello. Biz gəzintiyə çıxmağa hazırlaşırıq jetlə. Kiçik səyahətimiz olacaq, təxminən 15-20 dəqiqədən sonra. Onu da söyleyeyim ki, bu məkanda bir sıra məşhurlar və dünya şöhrətli ulduzlar, ilk növbədə isə 2. Yelizaveta, Böyük Britaniya kraliçası, formal olaraq o elə Yeni Zelandiyada rəhbərlik edir. Mən hazıram, hər ehtimala qarşı xüsusi kostyum da verdilər. Bu deməkdir ki, əgər biz qayıqdan düşsək suya, hər şey yaxşı olacaq.
Queenstown'un əsl gözəlliyini duymaq üçün Bob zirvəsinə qalxmaq lazımdır. Biz elə ora yollanırıq. Bob zirvəsi turistlər tərəfindən əməlli başlı ələ keçirilmişdi. Z hərfi formasında uzanan bu göl buzların əriməsi nəticəsində yaranıb. Onu da qeyd edim ki, göl olduqca gözəldir. Buradan açılan mənzərə təkrar olunmazdı, deyilmi? Hamı mənlə razılaşır, çünki bu həqiqətən belədir və bütün turistlərə olduqca qeyri-adi hisslər yaşadır. Hər kəs şəkil çəkdirir, Facebook, Instagram, digər sosial şəbəkələr üçün və biz də burada olan ab-havadan həqiqətən də zövq alırıq. Orada təsadüfən turistlər üçün nümayiş olunan səhnəciklə rastlaşdıq. Haka adlanan bu rəqs Maorilərin milli rəqsidir. Qədim Maorilər bu rəqsi döyüşlərdən qabaq ruh yüksəkliyi yaratmaq və düşmənə hədə qorxu gəlmək üçün istifadə edirdilər. Düzdür, bizim elə bir məqsədimiz olmasa da, özümüzü tarixdə hiss etmək üçün birlikdə rəqs etdik. Maraqlı idi. Beləliklə, Yeni Zelandiyanın Queenstown şəhərində əyləncəli bir günü başa vurduq. Və sözün əsli mənasında insanın sinir sistemi dincəlir. Baxmayaraq ki, sən yazmırsan, mən baxım görüm, bomuzlar nə qədər yaşayır, qoydan olurum sən.